Mən qaldığım kətdə burada məndən başqa itlə gəzən yoxdur. İt ölüsü bir dənə mənəm. Pişik it ölüsü. Bunlardan ötürü canımı verərəm. Ha Miran, gel bura, ко мне. Buraya. Ко мне. Пошли. Burada nətərdir? Bu kətdə, ümumiyyətcə, Lüboy kətdir, kənd yerlərində. İtə baxan yoxdur burada. Xəstələndi, bir dənə iğnə vururlar, все, dünyasını dəyişir. Mən ilə qonşum ilə bu yaxınlarda 3 həftə olar. İtin ucu 15 yaşı vardı, deyir ucu qocadır da, qocalıb deyir. Deyir iğnə vurduq deyir, öldü. Deyirəm günahı götürdünüz boynunuza. Dedim o dünyada cavab verəsiniz onların hamısına, nə hərəkətlər edirsiniz. Bugün 7 dərəcə minuslu. Saraylarında toyuqlar orada qaranlıqda, soyuqda qalıblar. Gündə də mən qonşum, gündə də harasa çıxıb gedir. Deyirəm niyə belirsən? Deyir neyniyim? Deyirəm bən nətər neyniysən? Pul alırsan belə ildə 90.000 qrivin, başqa 2.000 dollar. Torpaqdan, arendaya verib. Deyirəm onlara bir yaxşı bir saray düzət də. İşıqlı saray düzət, işıq versin, yumurtlasın. Deyir yumurtlamır. Deyirəm ben yumurtlamayacaq da nə? Və sən tullamısan qaranlıq yerə, sonra deyirsən ki, toyuq yumurtlasın. Toyuğa da baxmaq lazımdır ki, yumurtlasın. Bax burada belədir kətdə. Çoxları 80% belə yaşayır. Veclərinə deyil. İt orada acından ölür, xəstələnib, nə bilim onun orada qurdu var. Sonra lişaydı, fışıdı, bitdi, birədir. Baxan yoxdur. Ancaq mən özümü elə apara bilmərəm. Mən bunlara cavabdeyəm. Bax bu balaca balamıza mən cavabdeyəm. Bunu götürmüşəmsə, axıra kimi mən bununla gedəcəm. Harada dayana. Bəlkə can sağlığı versin. Mən sağ-salamat heç olmasa bir 20-25 ildə yaşayayım ki, bu iti mən görüm. Bu necə olacaq bunun axırı. Hə Miran? Belə. Büyündə çox soyuqdur. Dəhşət soyuq var. Ucu əlim dondu. Video çəkənə kimi ucu parmaqlarım dondu. Gedək. Aparım bunu evə. Все, пойдем? Miran, gedək. Mənim gözəlçəm. Ya Allah, bir Allah'ın adı, Allah bize kömək olsun. Ya Allah.